2023-cü il mayın 10-da Bakının Binəqədi rayonunda Biləcəri qəsəbəsində 1965-ci il təvəllüdlü Etibar Abbasov qətlə yetirilib. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Məlumata görə istintaqla müəyyən olunub ki, 1990-cı il təvəllüdlü oğlu Azər Abbasov atası ilə mübahisə edib və ona bıçaqla 13 zərbə vuraraq öldürüb. Azər bildirib ki, atası onu illərlə alçaldıb, dəli adı ilə dispanserə yerləşdirib. Hadisədən əvvəl bir müddət küçələrdə qaldığını, mayın 10-da isə atasını öldürmək məqsədi ilə evə gəldiyini deyib. Azər atasından nə üçün uzun illər ərzində onu alçaltmasını soruşub. Həmçinin atasını öz qızı Bülbül Abbasova ilə cinsi əlaqədə olmaqda ittiham edib. Bundan sonra Etibar Abbasova bıçaqla 13 dəfə zərbə vurub. Nəticədə kişi ölüb. Cinayətdən sonra Azər metroparka gedib. Ertəsi gün polis tərəfindən saxlanılıb. Zərər çəkmişin hüquqi varisi Bülbül Abbasova bildirib ki, Azər son aylarda aqressivləşmiş, atasını öldürəcəyi ilə bağlı hədələr səsləndirmişdi və bununla bağlı səs yazılarını polisə təqdim edib. Ekspertiza rəyinə görə Azər Abbasov paranoid şizofreniya xəstəliyindən əziyyət çəkir və əməli anlaqsız vəziyyətdə törədib. Məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi barədə qərar çıxarıb.